ailə daxilində xoş rəftar var, bir-birinə can deyib can eşitmək. Bu xoş rəftar qədər küçədə bayırda onun bunun üzünə gülməyin sən Allaha yaxınlaşdıra bilməz. Ailənin daxilində olan o xoş əxlaq qədər. İbadətin əsası ailəyə xidmətdir, sonra cəmiyyətə. Bəziləri var, çıxır ona buna xidmət edir. Bir nə qulluğum, gedək çörək yeyək, gedək ona gülür, buna gülür. Elə bilir, böyük bir xidmət göstərir. Əgər bunun ailədə münasibəti bərbadsa, bu gülüşlər hansı hoqqabazdır. Hamısı boş-boş hiylədir, Allahı aldada bilməyəcək. Onun şəxsiyyətinin güzgüsü ailədəki münasibətlərdir. Xanımına gündə gördüyün adam var, gözünü açırsan, onları görürsən. Oyla əxlaq saxlamaq çətindir. Yoxsa küçədə dostlar, hamı öpüşür, qucaqlaşır, deyirsən, maşallah, qəşəng. O Allaha lazım. Demirəm bu lazım deyil, ondan sonra bu lazım. O iş ailə daxili iş səhmanında olsa, ictimai münasibətlər dəyər tapır, dəyər qazanır.